Son zamanlar neft quyularının daha səmərəli istismarı məqsədi ilə qazılmış, açıq lüləyə quyruq süzgəclərinin tətbiq edildiyi quyuların və yataqların sayı artdığından və bununla bağlı bir çox suallar ünvanlandığından, bu animasiyada qısa və konkret şəkildə aşağıdakı sualları cavablandırmağa çalışacağam. Mövzu, açıq lüləyə endirilən süzgəc filtrlər, tətbiq sahələri, nə zaman bunun istifadəsinə zərurət yaranır, iqtisadi səmərəliliyi, süzgəclərinin tətbiqinin mənfi cəhətləri, süzgəclərin tətbiqinin müsbət tərəfləri, tətbiq sahələri Bibiheybət, Siyəzən monoklinal, Neftçala, Qərbi Abşeron, neft daşları və bir sıra hazır xarici şirkətlərin operator olduğu yataqlarda istifadə edilir. İstifadə halları: dayanıqsız narın dənəli qumlu və alevridli laylar, sementlənməmiş və ya zəif təbii sementə malik bu kimi laylar, ənənəvi mənimsəmə zamanı, perforasiyadan sonra quyu dibi təzyiqi, lay təzyiqi arasında yaranmış cüzi təzyiq fərqləri zamanı belə öz dayanıqlığını itirərək axıcı kütləyə çevrilir, bu həm layın eninə keçiriciliyini azaldır, həm kəmər arxası zonada, kəmər daxilində və istismar borularında problemlər yaradır. Hər bu tipli problem yaradan quyulara süzgəc tətbiq etmək olarmı? Əlbəttə ki, xeyr. Süzgəcin istehsalında istifadə olunan metallar və istehsalı bir sıra xaricdə yerləşən firmalara məxsus olduğundan, əlbəttə ki, hər metriyə düşən maya dəyəri ənənəvi istismar kəmərinin qiymətindən 10 dəfələrlə çoxdur. Əgər bütün məqsədimiz sonda bu proseslərdən sonra qazanclı çıxmaqdırsa, sözsüz ki, tətbiq edilən sahə və quyu trayektoriyası xüsusi diqqətlə seçilməlidir. Məsələn, birinci hal, qalınlığı çox az olan laylar. 2-9 metr arası maksimum qalınlığa malik olan yalnız laylara süzgəc endirmək heç bir halda iqtisadi rentabelli sayılmır. İkinci hal, qalınlığından asılı olmayaraq su meft konturuna yaxın olan quyular və ya daban suları olan quyular və yaxud da qismən sulaşmış quyular. Bu hallarda daha aşağı özlüylüyə malik olan su, quyu dibi zoldaya yol taparaq sulaşmaya səbəb olur. Deməli, süzgəc tətbiq etmək üçün seçəcəyimiz quyu daha yaxşı öyrənilmiş blokda, neft su konturundan və su dillərindən kənarda və nisbətən həqiqi qalınlığı 10 metrdən çox olan kollektorlarda tətbiq edilir. Daha yüksək hasilat əldə etmək, tətbiq edilən süzgəc kəmərlərin effektini almaq üçün depressiya sahəsini çoxaltmaq və quyu vasitəsilə açılmış qalınlığı maksimuma çatdırmaq üçün bu tipli quyular horizontal və ya neftli layın yatın bucağına paralel şəkildə trayektoriya seçilməklə qazılır. Təcrübəyə əsasən 10-20 metr həqiqi qalınlığa malik olan laylara 100-200, bəzən 250 metrəyə kimi süzgəclər endirilir. Süzgəclərin tətbiqində mənfi hallar. Bəzi hallarda qalın neftli horizontların orta hissəsində 1-2 metr qalınlıqlı sulayıcıqlar olur. Bəzən su linzaları və paclaşmış sulu laylar və ya hər hansı bir səbəbdən sulu təbəqələrə rast gəlinir ki, ənənəvi perforasiya metodunda həmin intervallar perforasiya zamanı nəzərə alınırdı, amma 70-90 bucaq altında horizontala yaxın qazılmış belə quyularda yuxarıda sadalanan su layıcıqlarından qaçmaq mümkün olmur. Süzgəc kəmərlərin tətbiqinin ən əhəmiyyətli mənfi cəhəti budur. Bundan başqa, süzgəc kəmərlər endirilərkən filtrin yuxarı hissəsini daha əvvəlki kəmərlə birləşdirən və hermetiklik yaradan asılqan paker, hanger paker-dən istifadə olunur ki, ən vacib elementlərdən biri hesab olunur. Asılqan paker zədələndiyi və ya hermetikliyi pozulduğu hallarda həmin hissədən quyu daxilinə su və ya qum axma halları baş verir. Əksər hallarda bunun qarşısını almaq mümkün olmur və nəticədə quyunun süzgəc hissəsi sıradan çıxır. Üçüncü əsas problem isə, lay kollektor dənələrinin ölçüləri düzgün təyin edilmədən filtr istifadə edildikdə və ya hər hansı bir səbəbdən quyu daxilinə qum çöktükdə və ya yad cisim düşmə hallarında bu zaman yuma və ya yad cismi tutma işləri zamanı ya mümkün olmur, ya da əksərən bu işlər görülən zaman filtrin daxildən divarının zədələnməsi halı baş verir ki, yenə də quyunun nəticədə süzgəc hissəsi istifadəyə yararsız hala düşür. Süzgəclərin tətbiqində müsbət hallar. 1. Hasilat artımı. 2. Təmirlər arası müddətin uzanması. 3. Təmir xərclərinin azalması. Bütün bunlara baxmayaraq, bütün bu risklər əvvəlcədən dəyərləndirilən hallarda süzgəc kəmərlərin tətbiqi düzgün istismar zamanı hasilatın artımında çox uğurlu metod hesab olunur. Son 10 ildə Qərbi Abşeron yatağında tətbiq edilən bu tipli süzgəclərdən alınmış uğurlu nəticələrdən sonra artıq neft daşlarının mərkəzi bloklarında yerləşən neftlə zəngin alevridli laylara qazılmış quyularda tətbiq olunmağa başlanılmışdır.
Bundan başqa, məhsuldar intervallarda tətbiq olunan süzgəclər orta gündəlik hasilatın artımında xeyli artım olmuşdur. Ortalama hər quyuya düşən gündəlik neft hasilatı 1,6 ton günə olan bloklarda süzgəclər tətbiq edildikdən sonra hasilatın 10-70 ton günə qalxdığını müşahidə edirik. Düzgün istifadə edildikdə quyulara qum axını olmadığından demək olar ki, lay səbəbindən baş verən təmirlər müşahidə edilmir. Təmirlər yalnız texniki qulluq tədbirlərinə əlaqədar olur. Bütün bunlar xərclərin azalması və gəlirin çoxalması ilə nəticələnir.